Zubir Qarabağdan ayrılıb Əl-Şahani klubuna gedir. Qətərin Əl-Şahani klubuna, yəni Ərəb klubuna gedir. Belə bir məsələ doğrudanmı, varmı? Bəli, belə bir məsələ var. Qarabağın qocaman kapitanını heyətində görmək istəyir. Keçən ildə Əl-Şahani klubu mövsümü 7-ci yerdə bitirdi və israrla 34 yaşlı futbolçumuz, kapitanımız Zubiri heyətində görmək istəyirdi. Nədənsə Qarabağ tərəfi bu transferin reallaşmağında maraqlı deyil idi. Amma indi isə Əl-Şahani klubu yenidən Qarabağın bazasının qapısını döyüb Zubir üçün. Və bu dəfə Zubir maraqlıdır Əl-Şahani klubuna getməkdə. Amma burada bir məsələ var. Əgər Əl-Şahani klubu hal-hazırda səhv eləmirəmsə ya 11 ya 12-ci yerdədir. Əgər Əl-Şahani klubu divizyonu tərk edərsə, Zubir getməyəcək. Divizyonu tərk etməsə, onda Qarabağ kapitanlığı Əl-Şahani klubuna satmağa razılıq verəcək, çünki Zubir özü razıdır. Yəni bu qədər. Amma nəzərə alaq ki, Zubir getdi, getməli fərqi yoxdur. Qarabağ o mövqeyə yaxşı transfer edəcək inşallah.